Uşaqlar salam. Bugünkü sınaq 2'miz Şahin İbrahimovun kitabından olan sınaq 2'dir. Demek birinci sualda bizə deyir ki, S6H12 O6 maddəsi üçün doğru olanı müəyyən edin. S6H12 O6 maddəsi uşaqlar bilirik ki glukozanın formuludur və bizə deyir ki bir molekulunda 12 hidrogen atomu var. Bəli, biz görürük ki bir molekulunda 12 hidrogen atomu var. Biz bilirik ki uşaqlar indeksdə yazılmış bu rəqəmlər eyni zamanda deməli atom sayılarını göstərir. Bir molekulunda 12 hidrogen atomu var. İkincidə deyir ki karbon, hidrogen, oksigen uyğun olaraq 1-in 2-yə, 2-nin 1-ə nisbətindədir. Bəli uşaqlar biz belə baxsaq, məsələn bu şəkildə qeyd etsək ki 6, 12 və 6 bu şəkildə yazsaq bunun ixtisarı bizə 1-in 2-yə, 2-nin 1-ə verəcək və nisbətinə uyğun gələcək. İkinci də deməli doğrudur. Bir də doğru oldu. İkinci də doğru oldu. Üçüncüdə deyir ki bir molekulunda 24 ədəd atom var. Bəli 6 karbon atomu üstə gələk 12 hidrogen atomu üstə gələk 6 oksigen atomu cəmləyəndə eləyir 24 atom. Deməli ki, üçüncü cavab da doğrudur və oldu Y variantı birinci sualda. İkinci sualda nə istəyir bizdən uşaqlar? Deməli aşağıdakılardan hansı eyni növ molekullardan təşkil olunmuşdur? Uşaqlar eyni növ molekullar deyirsə demək ki burada bəsit maddələrdən söhbət gedir. Daha doğrusu bəsit maddə deməyə saf maddələrdən söhbət gedir. Üzr istəyirəm, saf maddələr. Yəni bunun biz formulunu yaza bilməliyik. Əgər bundan söhbət gedirsə, deməli birincidə formul olacaq H2O. İkinci havanın formulu yoxdur. Üçüncüdə formulu isə qrupuz. Birinci sınağımızda da bunu qeyd etmişdik ki CO2-dir qrupuzun formulu. Deməli eyni növ molekullar, bəli, su molekulu eyni növ molekuldur elə və karbon dioksidin molekulu eyni növ molekullardır. Amma havanın tərkibində oksigen molekulları var, azot molekulları var, karbon qazı molekulu var, təsirsiz qaz molekulları var, sonra su buxarı var, toz hissəcikləri var. Yəni burada müxtəlif növ molekullardan təşkil olunub. Ona görə də cavab oldu 1-3 D variantı. Üçüncü sualda bizə deyir ki, bunu biraz yuxarı vereyim izninizlə. Deməli, üçüncü sualda uşaqlar bizə deyir ki, aşağıdakı verilmiş ifadələrə əsasən 4 müxtəlif növ atom. Aha, deməli biz burada variantlarda olanları sözlə verilmiş olanın formullarını yazaq bir dənə özümüz üçün. Deməli A variantında çay sodası, natrium H, karbon O3. B variantında uşaqlar sönmüş əhəngdir. Kalsium OH 2 dəfə. C variantında sirkə turşusu CH3COOH. D variantında qarışqa turşusudur HCOOH. Y variantında uşaqlar sulfat turşusudur H2SO4'dür. İndi diqqət eləyək nə istəyir bizdən? Bizə deyir ki 4 müxtəlif atom olsun. Bunun üstündən xətt çəkirik çünki burada 3 dənə atomdur və bunun üstündən də xətt çəkirəm çünki burada 3 dənə atomdur. Amma A, C və D variantında 4 dənə müxtəlif atom var. Baxın, natrium, hidrogen, karbon, oksigen, karbon, hidrogen, oksigen. Yox, burada da 3 dənə uşaqlar. Bunun üstündən xətt çəkirəm. Elə bunun üstündən xətt çəkirəm. Qaldı bir dənə A variantı bizdə və baxaq görək sonra nə deyir. Molekulunda karbon və hidrogen atomlarının sayıları bərabərdir. Hə də bir dənə hidrogen var, bir dənə də karbon var, bərabərdir. Doğrudur. Demək ki cavab oldu A variantı. Dördüncüdə nə istəyir bizdən? Şəkildəki laboratoriya avadanlıqlarının adını müəyyən edin. Deməli burada təbii ki nədir? Menzurkadır. Baxın üzərində ölçü şkalaları da
verilmişdi. 5-də nə deyir uşaqlar? Aşağıdakılardan hansı xrom elementinin kimyəvi simvoludur? Bu çox sadə bir sualdır. Xrom Cr formasında yazılır və xrom bizim siz dövrü qanunu yuxarı siniflərdə keçərkən bu kitab xüsusilə 7-lər üçün nəzərdə tutulmuşdu və yuxarı siniflərdə siz bunları keçərkən görəcəksiniz ki, yəni dövrü qanunu keçərkən xrom bizim istisna elementlərimizdən biridir. Bu 5-ci sual. 6-cı sualda nə istəyir bizdən? 6-cı sualda deyir ki, uşaqlar, deməli, belə bir element verib bizə X elementi ayrı 2n'dir. Proton sayı n-2'dir və elektronu da 2 müsbətdir. İyonunda yüksüz hissəciklərin sayını, yüksüz hissəciyimiz hansıdır? Neutron. Mənfi yüklü hissəciklərin sayına, yəni neytronun elektron sayına olan nisbəti 1,25'dir. X2 müsbət iyonun elektron sayını hesablayın. Gəlin hesablayaq. Baxın uşaqlar, deməli neytronu tapaq. Bilirik ki, ayır bərabərdir. Proton üstə gələk neytron düsturundan biz deməli neytronu çıxartsaq, neytron bərabər olacaq 2n çıxılsın. Çünki baxın, neytron necə olur? Protondan çıxılsın, ayır çıxılsın proton düsturu ilə tapılır da neytron düsturu. Ayırımız 2n'dir. Baxın, burada ayırımız yazılıb 2n. Protonumuz da n-2 verilib də. Deməli 2n çıxılsın, n-2. Bu da bərabər olacaq n, o da n+2'ye. n+2'ye bərabər olacaq. Və indi nə istəyir bizdən? X2 müsbət iyonunun elektron sayını tapın. Tapaq. Deməli biz bilirik ki, İyonun yükü bərabərdir. Proton çıxılsın elektron düsturundan. İyonumuzun yükü nə qədərdir? Burada görürük biz 2 müsbəti. Deməli 2 bərabər olacaq. Neytron çıxılsın özür istəyirəm. Proton çıxılsın elektron. Protonumuzu nə qədər veriblər bizə? n-2 veriblər də. n-2 çıxılsın elektron. İndi onda elektronun sayı bərabər olacaq. Elektron bərabər olacaq n-4'ə. Bax bu hissədən. Bax bu hissədən tapdım bunu. n-4'ə bərabər olacaq və gətirib onu həmin bax bu düsturda yerinə yazsam, onda mən alıram ki, bunu biraz belə aşağıdan bax buradan yazacağım uşaqlar. Onda mən alacağım ki, bu düsturda yerinə qoysam, neytronu nə qədər tapdım? N üstə gəl 2 tapdım da. N üstə gəl 2, bax burada tapmışam. Elektronu nə qədər tapdım? N-4 tapdım. N-4 bərabərdir, verir bizə ki 1,25 və deməli n üstə gəl 2 bərabər olacaq 1,25 n, vururam da bu hissəni və buranı bir-birinə vururam. Deməli geri eləyim, n üstə gələk 5, orada da deməli 5 ilə 0,25 n bərabər olacaq 7'ye, n də bərabər olacaq 28'ə. Deməli uşaqlar, mən tapdım ki, n'in qiyməti 28 oldu və həmin o 28'i gətirib bu hissələrdə yerinə qoyuram və nəticədə alıram ki, 2 vurulsun 28 x-də bax bərabər olacaq deməli 56'ya, 56 ayrı oldu bunun. Proton sayda deməli 28'dən 2'nin çıxanda 26 qaldı. 26 proton oldu və bunu da 2 müsbət verib yükünü. Demək ki, elektron sayda bərabər olacaq 24'ə. Bu da oldu nə variantı? A variantı. Bu qədər. Bu biraz riyaziyyatla daha çox belə əlaqəli sual idi. Kimyadan çox. Yəni belə də düşünəndə çətin deyil, rahat bir sualda işləmək olur. Aha, 7-ci sualda nə deyir biz uşaqlar? Aşağıdakılardan hansı qarışıq deyil? Uşaqlar, biz bilirik ki, maddələr iki cürdür. Saf maddələr və qarışıqlara bölünür. Saf maddələr sabit fiziki xassələrə malik olan maddələrə deyilir və yaxud da formulunu yaza bildiyimiz maddələrdə. Qarışıqlar isə tərkibi 2 və daha artıq saf maddədən ibarət olan sistemə deyilir. Yəni qarışığın
formulunu biz yaza bilmirik. İndi bizə nə istəyir? Qarışıq istəyir. Hansıdır burada qarışıq? Təbii ki, qarışıq deyil deyir. Üzr istəyirəm. Qarışıq deyil. Təbii ki, burada çay sodası qarışıq deyil. Çay sodasında formulunu natrium HCO3 kimi yazarıq. Aha. Sonra 8-ci sualda nə istəyir bizdən? Bəlkə bunu belə götürüm mən. 8-ci sualda uşaqlar bizə deyir ki, bir qədər də qaldırım, üzrlü sayın. Aha. Deməli, baxın uşaqlar, bizə belə bir reaksiya verib. X alınıb, Y üstə gələk Z üstə gələk T reaksiyası. Və deyir ki, tərkibində 4 fərqli element var. 4 fərqli element var və X maddəsi reaksiyası verilmişdi. Buna əsasən Y, Z və T maddələri ilə bağlı olan fikirləri tapın deyir. Deməli deyir ki, birincidə 3 elementdir. Birincidə yanlış fikirlər istəyir. Aşağını oxumadım. Hansı ifadələr tamamilə yanlışdır deyir. 3 də elementdir. Uşaqlar, bunun 3 element ola bilməz. Ən azından ona görə ki, burada deyir ki, 4 fərqli elementdən ibarətdir. 4 fərqli elementdən məsələn, elə bayaqkını götürən natrium HCO3-ü götürəndə, ay uşaqlar, bunun parçalanmasından natrium 2 karbon O3 üstə gələk CO2 üstə gələk H2O alınır. Baxın, burada 4 dənə fərqli element var. Bunun parçalanmasından da 4 fərqli element alınmalıydı. Amma bizə burada Y, Z, T verib. 3 dənə verib fərqli. Yəni bu ola bilməz. Bir səhvdir. İkincidə deyir ki, 3-ü də kimyəvi birləşmədir. Bəli, aldığımdan gördüm ki, 3-ü də kimyəvi birləşmədir. Mənə konkret demir ki, bunu parçala. Sadəcə mən özümdən bunu verdim də, elə belə yazdım. Biri element, digəri isə birləşmədir. Biri element, digəri isə birləşmədir. Biri element, digəri isə birləşmədir. Deməli, bəli, bir element, digəri, bəli, ola bilər. Sonra nə deyir? Tamamilə yanlış olan ifadə, 3-ü də element olması elə bunun yanlış olan ifadədir. Yalnız A variantında səhv göstərilmişdi. Sonra 9-cu sualda nə deyir mənə? Deməli, X3 müsbət ionunda yazaq. X3 müsbət ionunda 10 elektron var. Elektron sayı bərabərdir 10-a. 14 neytron var. Neytron da bərabərdir 14-ə. İndi uşaqlar baxın. Bunun 10 dənə elektronu var. Bu 3 dənəsini verməklə 10 elektron olub. Demək ki, bunun 13 dənə protonu var imiş. Proton da bərabərdir 13-ə. İndi kütlə ədədini istəyir. Ayır bərabərdir. P üstə gələk N düsturundan 13 üstə gələk 14 bərabər olacaq 27-yə. Demək ki, cavab oldu D variantı. 10-cu və sonuncu sual. Müəyyən temperaturda 10 qram duz 20 milli suda tam həll olur deyir. Həmin temperaturda 100 milli suda maksimum neçə qram duz həll olar? Heç nə, bunu da sadə tənasüblə gətirib bunun altına yazıb həll eləyirəm. X də bərabərdir. 100 vurulsun 10 bölünsün 20. Demək ki, cavab oldu 50. O da oldu Y variantı. İkinci sınağımızda bu qədər uşaqlar. Növbəti sınağın da izahını verəcəm.